Kolessellərə məktub. 2-ci fəsil. İstəyirəm ki, həm siz, həm Laodikeyada olanlar, həm də şəxsən üzümü görməyənlərin hamısı üçün nə qədər böyük mübarizə apardığımı biləsiz. Ürəklərinin cəsarət tapıb məhəbbətdə birləşməsini istəyirəm. Belə ki, idrakin verdiyi kamil etimadın bütün zənginliyinə nail olsunlar. Allahın sirri olan Məsihi dərk eləsinlər. Çünki hikmət və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir. Bunu mən ona görə deyirəm ki, kimsə sizi dilə tutub aldatmasın. Çünki cismən uzaqda olsam da, ruhən sizlənəm. İntizamınızı və Məsihə olan imanınızı möhkəmliyini görüb sevinirəm. Məsihin qoyduğu həyat tərzi. Buna görə Rəbb Məsih İsanı qəbul elədiyiniz kimi onda həyat sürün. Şükürlərlə dolub daşaraq onda kök salıb inkişaf eləyin və öyrəndiyiniz kimi imanda möhkəmlənin. Baxın, Məsihə deyil, insan adət ənənəsinə, dünyanın ibtidai təlimlərinə istinad eləyərək, fəlsəfə və boş aldadıcı sözlərlə kimsə sizi əsir eləməsin. Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. Siz də onda tamamlanmısınız. O, hər başçının və hakimin başıdır. Həmçinin siz Məsihdə insan əli ilə deyil, onun təmin elədiyi sünnətlə cismani təbiətdən ayrılaraq sünnət olundunuz. Vəftinizdə onunla birlikdə dəfn edildiniz və onu ölülər arasından dirildən Allahın gücünə olan iman vasitəsi ilə onunla birlikdə dirildiniz. Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölükən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb, tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv elədi. Onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü. Allah başçıları və hakimləri tərk silah eləyib, onlara çarmıx üzərində qələbə çalaraq aləmdə rüsvay elədi. Buna görə, qoy heç kim yemək-içmək üzündən yaxud bayram, təzə ay mərasimi, ya şənbə gününə görə sizi mühakimə eləməsin. Çünki bunlar gələcək şeylərin kölgəsidir, əsli isə Məsihdədir. Qoy heç kim sizdən mütilik və mələklərə səcdə tələb eləyərək sizi mükafatınızdan məhrum eləməsin. Belə bir şəxs gördüyü görüntülərə güvənir və boş yerə öz cismani ağlı ilə lovğalanır. O, bədənin başı olan Məsihlə əlaqəni itirdi. Bütün bədən buğumlar və bağlarla üzvü surətdə Məsihə bağlanaraq təmin olunur, qurulur və Allah bəslədiyinə görə böyüyür. Məsihdə yeni həyat. Məsihlə birgə ölüb dünyanın ibtidai təlimlərindən qurtulduğunuz halda, nə üçün dünyadakılar kimi yaşayaraq, buna əl vurma, bunu yemə, buna toxunma kimi əmirlərə əməl eləyirsiniz? Bunların hamısı istifadə olunduqca məhv olub gedən şeylərlə əlaqədar olur. Çünki insanların verdiyi əmirlərə və təlimlərə əsaslanır. Şübhəsiz ki, bu qaydalar uydurma dindarlıq, mütilik və bədənə xətər yetirməkdə zahirən müdrik görünür, amma cismani təbiətin həvəsinin qarşısını almaq üçün onların heç bir dəyəri yoxdur.